Bakı küçələrində hər gün gördüyünüz o son model maşınlar, bahalı saatlar və lüks restoran fotoları. Sizcə bu insanların neçəsi həqiqətən varlıdır? Morgan Housel özünün Pulun Psixologiyası kitabında bizi sarsıdacaq bir həqiqəti deyir. Varlı görünmək üçün pul xərcləmək, varlı olmağın ən qısa yoludur. Bugün çoxumuzun etdiyi o böyük səhvi, varlı olmaqla varlı qalmaq arasındakı qaranlıq fərqi mühakimə edirik. Varlı olmaq risk tələb edir. Varlı olmaq risk tələb edir. Optimist olmağı, cəsarəti və hər şeyi ortaya qoymağı tələb edir. Amma varlı qalmaq, bu tamamilə fərqli bir bacarıqdır. Bu təvazökarlıq tələb edir. Bu qazandığınız hər şeyin bir gecədə yox ola biləcəyi qorxusunu, yəni sağ qalma instinktini tələb edir. Lotereyada milyonlar qazananların və ya ulduz futbolçuların niyə bir neçə ildən sonra müflis olduğunu heç düşünmüsünüz? Çünki onlar varlı olmağı bacardılar, amma varlı qalmağın o sıxıcı, ehtiyatlı intizamına dözə bilmədilər. Housel yazır ki, sərvət sizin görmədiyiniz xərclənməmiş puldur. Aldığınız o 5000 manatlıq saat sizin sərvətiniz deyil, sərvətinizdən əskilən 5000 manatdır. Azərbaycanda ən böyük problemimiz həyat tərzi inflyasiyasıdır. Maaşımız 1000 manatdan 2000-ə qalxan kimi dərhal xərclərimizi də 2000-ə çatdırırıq. Nəticə yenə sıfır, yenə eyni stres. Əsl varlılıq isə istəmədiyiniz bir işi görməmək azadlığına sahib olmaqdır. Qonşunuzdan daha bahalı maşın sürmək deyil. Unutmayın, dünya sizin nə qədər qazandığınızla maraqlanmır, amma bank hesabınız sizin nə qədər xərcləmədiyinizlə maraqlanır. Pulun psixologiyasını anlamaq, rəqəmləri anlamaqdan daha vacibdir. Bəs siz varlı görünmək üçün yaşayanlardansınız, yoxsa həqiqətən varlı olmaq üçün səbr edənlərdən? Seçiminiz gələcəyini mühakimə edəcək. Daha çox belə analiz üçün kanala abunə olun. Gələn görüşələdək.